Salam uşaqlar, bugünkü dərsimiz olacaq miqyas. Namazov səhifə 4-də olan tapşırıqlara baxaq. Birinci sual. Planın miqyasına və plandakı məsafəyə görə həqiqi məsafəni istəyir bizdən. Uşaqlar, miqyasımız 1/600-dür. Plandakı məsafə 6 cm-dir. Həqiqi məsafəni tapanda miqyas nə deməkdir 1/600? Yəni həqiqi məsafəni 600 dəfə kiçildib plandakı məsafəni al. Real həqiqi məsafə daha çox olacaq da. Həqiqi məsafəni yazaq buradan. Həqiqi məsafəni tapan zaman miqyası vururuq plandakı məsafəyə. Bu deyilir 3600 cm. Metrədə çevirsən 36 metr. Yenə real məsafəni istəyir uşaqlar. Yəni həqiqi məsafə, real məsafə hər ikisini deyə bilər. Həqiqi məsafəni tapanda plandakı məsafəni vururam. Deməli miqyasımıza 10-da 2/4-ü də 750-yə vursaq 10, 12, 8, 14, 15, 16 0, 0, 0, 7, 8, 1 eləyir 1800 santimetr. Bu da bərabər olacaq 18 metrə. Digərinə baxaq. Üçüncü tapşırıq. Həqiqi məsafəni tapanda yenə miqyasımızı 800-ü vuraq 4/5-ə. 4/5-i vuraq 800-ə. Sıfırları yazaq. 8 dəfə 5-in 44, yadda 32, 36. Bir sıfırı silsək, eləyər 3600 santimetr. O da bərabərdir 36 metr. Digər tapşırıq 4, 5, 6 uşaqlar hamısı eyni qayda ilə gedir. 2. Planın miqyasına və həqiqi məsafəyə görə plandakı məsafəni istəyir. Miqyası verib, həqiqi məsafəni verib. Uşaqlar, mənə plandakı məsafəni istəyir. Plandakı məsafəni tapanda uşaqlar həqiqi məsafəmizi bölürük miqyasımızı. Bu da ixtisar gedər 5-ə 5, 5-ə getsə 16, eləyər 5-də 16, o da bərabərdir 3/2 santimetr. Deməli, indi burada plandakı məsafəni necə taparam uşaqlar? Həqiqi məsafəni bölürük miqyasa, bərabər edir 4 santimetr. Burada plandakı məsafəni tapanda həqiqi məsafəni 900-ü bölürük miqyasa. Yəni 900 santimə 500 dəfə kiçildirik, belə deyək. Bu da bərabər olar 1 dəfə 1/8 santimetr. Həqiqi, yenə plandakı məsafəni tapanda həqiqi məsafə 1800-ü bölərik 750-yə. İxtisar gedər 5-ə bölünər 15, 5-ə bölünər 36, 3-ə bölünər 5, 3-ə bölünər 12, alındı 5-də 12, bu da bərabər edir 2/4 santimetr. Artıq 5-dən 6-nı siz rahatlıqla tapa bilərsiniz. Burada deyir 2400-ü 600-ə bölsəm 4 santimetr eləyər plandakı məsafə. Burada da plandakı məsafəni tapanda 5600-ü 800-ə bölsək eləyər 7 santimetr. Deməli, bir şey bilməliyik ki, miqyas nədir? Verilən nisbətdə kiçiltmə, yəni 1/250, yəni 250 dəfə kiçildir. Həqiqi məsafə 5600 deyil, bunu 800 dəfə kiçiltsəm, plandakı məsafəm neçə olacaq? 7. Baxaq. İki şəhər arasındakı məsafə 200 kilometrdir. Verilmiş miqyaslarla xəritədə bu şəhərlər arasında məsafə nə qədər olar? Xəritədəki məsafəni istəyir. Yəni uşaqlar plandakı məsafəni istəyir. Plandakı məsafəni tapanda həqiqi məsafəni bölürük miqyasa. Birinciyi tapsaq. Kilometr deyil uşaqlar. Gəlin bunu çevirək santimetrə. 1 kilometr 1000 metr, 1 metrim də 100 santimetr olduğu üçün 200-ün yanına 5 dənə 0 yazaydım. Bir dəqiqə. Bölürəm 2-nin yanında 200 minə.
5 sıfır silinər. 1, 2, 3, 4, 5 sıfır silinər. 200'ü də 2'ye bölsəm eləyər 100 santimetr. İkinciyə baxaq. Yenə real məsafəni, yəni 200'ün yanına 1, 2, 3, 4, 5 bölərəm 500 minə. 5 sıfırı buradan silərəm, 5 sıfırı buradan silərəm, 200'ü də 5'e bölərəm, eləyər 40 santimetr. Burada deməli 20 milyonu 800 minə böləcəm, bir də 20 milyonu 2 milyona bölüb plandakı məsafələrini taparım. Sonra bizdə miqyasımızı tapılmasını istəyir uşaqlar. Miqyası tapanda plandakı məsafənin həqiqi məsafəni bölək plandakı məsafəyə. Həqiqi məsafəmiz nə qədərdir uşaqlar? 750 metr. Bunu da santimetrə çevirsək 750'nin yanına 2 sıfır qoyaram. Olar 75.000 santim. Plandakı məsafəm də 3 santim. 75'i 3'e bölsəm 25.000. Deməli mənim miqyasım 1 bölü 25.000. Ya gərək belə yazaq uşaqlar, 1 bölü miqyas bərabərdir plandakı həqiqi ölçü bölü plandakı ölçü. Ya da elə belə miqyası tap 25.000 eləmədi. Deməli 1 bölü 25.000'dir. İkincisinə baxaq. Həqiqi məsafə. İkincidə də yenə uşaqlar miqyası tapmaq istəyiriksə, həqiqi məsafəmiz nə qədərdir? 5 kilometr. Çevirsəm metrə 500 min. Yəni kilometrdən santimetrə keçsək 5 sıfır yazırıq yəni. Burada da 2 santimetr olacaq. Demə 50'ni 2'ye bölsəm 25, yanında 4 dənə sıfır. Bu da 1 bölü 250 min deməkdir. Artıq 3-dən 4 özünüz rahat yaza bilərsiniz. Gəlin 3'ünü də izah edeyim. 6 sualdır uşaqlar. 3'ünü mən izah edeyim, 3'ünü siz yazın. Həqiqi məsafə 12 kilometrdir. 120 kilometrdir. Birinci 120 kilometr santimetrə çevirək. 120'nin yanına 1, 2, 3, 4, 5 dənə sıfır qoyaq. Və bunu bölək plandakı məsafəyə. 12'ni 4'e bölsək 3, yanında 1, 2, 3, 4, 5, 6 miqyasımız olacaq. 1 bölü 3 milyon. Dördüncü, 5-ci sual. Həqiqi məsafə 18 kilometr, plandakı məsafə 3 santimetr olarsa miqyası tapın. Yenə məndən miqyası istəyir uşaqlar. Həqiqi məsafə 18 kilometr, santimetrə çevirsəm 18'in yanına 5 dənə sıfır və bunu bölərəm 3 santimetrə. Bu deyilər 6'nın yanında 5 dənə sıfır, yəni 600 min. Deməli miqyasımız 1 bölü 600 min. İkincisi, həqiqi məsafə 500 kilometr. 500 kilometr santimetrə çevirsəm 500'ün yanına 5 dənə sıfır yazıram, olur santimetr. Plandakı məsafə 2 santimetrdir. 50'ni 2'ye bölərəm 25, yanında 6 dənə sıfır. Onda miqyasım 1 bölü 25 milyon. Altıncı sual. Plan 1 bölü 500 miqyası ilə çəkilib. Otağın plandakı uzunluğu 2 santimetrdir. Otağın həqiqi uzunluğu neçə metrdir? Həqiqi uzunluğunu istəyir uşaqlar. Həqiqi uzunluğu tapanda plandakı ölçünü vururuq miqyasa. 10 yəni 0 1000 santimetr. Bu deyil 10 metr.
bir şey yadınızda saxlayın. Həqiqi məsafənin uzunluğu tapanda vururam. Plandakı məsafəni tapanda bölürəm. Deyir, hasarın uzunluğu 50 metr olarsa, onun plandakı uzunluğunu istəyir. Plandakı uzunluğu tapanda. Birinci 50 metri çevirək santimetrə. 5000 santimetr. Bunu da bölək miqyasda. Cavabımız eləyər 10 santimetr. 7-ci sual. Plan 1 bölü 200 miqyaslı ilə çəkilib plandakı otağın tərəfləri plandakı otağın tərəfləri 5 cm və 36 mm olan düzbucaq çəkilir. Otağın həqiqi ölçülərində. Birinci, bir dənə düzbucaqlı çəkir uşaqlar. Bu düzbucaqlının tərəfləri 5 cm, yəni 50 millimə çevirir uşaqlar. 50 millim və 36 millimdir. Yəni mütləq ölçülərə eyni olmalıdır. Otağın həqiqi ölçülərini istəyir. Həqiqi ölçünü tapanda plandakı ölçünü miqyasa vururam. Yəni 50-ni vuraram 200-ə. Eləyər 10.000 millimetr. Çünki millimetrə çevirmişik. 1 millimetrim də 1000 metrdir. 1 metrin 1000 millimetri olduğu üçün eləyir 10 metr. Bu onun həqiqi uzunluğu. Enini də tapanda 36-nı vuraram 200-ə. Bu da eləyər 7200 millimetr. Bu da bərabər 7,2 metrə. Deməli, otağın həqiqi ölçülər uzunluğu 10 metr, eni 7,2 metrdir. 8. Uzunluğu 25 km olan yol planda 10 cm uzunluğundadır. Deməli, həqiqi ölçüsü 25 kilometrdir ki, biz bunu santimetrə çevirək. 25-in yanına 1, 2, 3, 4, 5 dənə 0 yazaq. Və bunun plandakı ölçüləri 10 santimetrdir. Məndən miqyası müəyyən elə deyil. Miqyası tapmaq üçün elə bil, belə də yaza bilərik də, onu bölə bilərəm 250 minə, amma belə yazsaq daha uşaqlar rahat olur. 2, 3, 4, 5 bölək ona. Onda 25-in yanına 4 dənə 0 yazacağım. Onda miqyasım 1 bölü 250 min olur. Miqyasımı tapdım. Birinci. Bu planda uzunluğu 15 cm olan yolun həqiqi uzunluğu neçə kilometrdir? Deməli, məndən həqiqi uzunluğu istəyir. Həqiqi uzunluğu necə tapıram? Plandakı ölçünü miqyasa vuracağım. Plandakı ölçü 15 cm. Vuracağım miqyasa. Yəni 250 minə. Bu da bərabərdir. 25-i 15-ə tez vursaq 125, bu da 25, 375. 375'in yanına 1, 2, 3, 4 santimetre edir. Bunu da kilometre çevirsək 1, 2, 3, 4, 5. 37,5 kilometre edir. İkinci, uzunluğu 40 kilometre yolun bu plandakı uzunluğu nə qədərdir? Uzunluğu 40 kilometrdirsə 40 kilometre çevirək santimetre. Yanına 1, 2, 3, 4, 5 0 yazaq. Santimetrdir. Və plandakı uzunluğu istəyirsə, mən həqiqi məsafəni bölməliyəm miqyasıma. Gəlin belə bölək uşaqlar ki, ixtisar edək. Buradan 4 0, 1, 2, 3, 4 0 gedək. 5'ə 5, 5'ə 80, 1, 16. Cavab olur 16 santimetr. Deməli, həqiqi uzunluğu 40 kilometrdirsə, plandakı uzunluğu 16 olur. Dokuzuncu suala baxaq uşaqlar. Əkin yeri uzunluğu
1200 metr, eni 360 metr olan düz bucaqlı şəklindədir. Miqyas 1/60.000 olarsa, planda bu yerin ölçülərini istəyir. Plandakı ölçüləri tapmaq üçün mən uzunluğu birinci çevirirəm santimetrə. Neçə edir? 1200-ün yanı 2 sıfır. 1 metrim 100 santimetrdir. Enini də tapmaq üçün 360 metri çevirirəm santimetrə. Aha. Miqyası da 1/60.000'dir. Plandakı ölçüləri istəyir. Plandakı uzunluğunu tapsam, deməli, həqiqi ölçünü miqyasa böləcəyəm. 120 mini bölək 60 min. 4 0 4 0 bərabər 2 sant. Plandakı enini tapsam, 36 mini bölərəm 60 minə, bu da gedər 6'ya 6, 6'ya 10, bu deyilər 0,6 santimetr. Onunsa miqyas 1/50.000 olan xəritədə iki məntəqə arasındakı məsafə 8 santimetrdir. Miqyası 1/8.000 olan xəritədə bu məntəqələr arası məsafə nə qədər olar? Birinci, əgər miqyas 1/50.000-dirsə və bunun xəritədəki ölçüsü, yəni plandakı ölçüsü 8 santimetrdirsə, mən bunun birinci həqiqi ölçüsünü tapam. Onun üçün plandakı ölçünü miqyasa vurmalıyam. Bu da 40'ın yanına 1, 2, 3, 4, 0 santimetr və bunu çevirək metrə və ya kilometrə də çevirə bilərik. 4 kilometr eləyir uşaqlar. Deməli deyir ki, miqyas 1/880.000. 1/80.000 olan xəritədə bu məntəqələr arası məsafə nə qədərdir? Həqiqi ölçüsü 4 kilometrdir. Miqyası 1/80.000'dir. Mənə deyir bunun plandakı ölçüsünü tap. Plandakı ölçüsünü necə tapıram? Heç çevirməyə ehtiyac yoxmuş uşaqlar. 400.000 santimetri bölməliyəm miqyasına, yəni 80.000. Yəni deyir bunu 80.000 dəfə kiçiltsəm nə qədər olar? 4 0 4 0 eləyər 5 santimetr. Deməli, miqyas 1/50.000 olanda plandakı ölçü 8 santimetr olur. Miqyas 1/80.000 olanda plandakı ölçü 5 santimetr olur. Baxaq. Deməli, 11-ci sual. Meyvə bağı planda tərəfləri 24 santim və 15 santimetr olan düzbucaqlı şəklindədir. Deməli, belə bir balaca düzbucaqlımız var və bunun tərəfləri 24 santim uzunudur, 15 santim enidir. Bağın həqiqi uzunluğu, bağımızın həqiqi uzunluğu 600 metrdir. Plandakı miqyasını tapın və suallara cavab verin. Uşaqlar, gəlin birinci bağın həqiqi, yox, bəli, həqiqi həyatdakı, yəni həqiqi uzunluğunu verib biz həqiqi enində tapaq. Bunun üçün necə taparam? Görək miqyası nə qədərdir, yəni nə qədər kiçildilibdir. Onda 600 metri birinci çevirək santimetrə və bunu bölək 24'ə. Alt 60.000'dir də, düzdür. Bir dəqiqə. Və gəlin burada çubuqlu bölək ki, ixtisarını rahat tapırıq onda. Bölək 24 santimetrə. Görək miqyasımız nə qədərdir? 6'ya 4, 6'ya 1000, 10.000, 100'ü də 4'ə bölsəm 25, 2500. Deməli, miqyasımız 1/2500'dür. Onda uşaqlar, mən bunun həqiqi ölçüsünü də tapsam, 2500'ü vuraram 15'ə, santimetrdir ha bu, ona diqqət eləyin. 375 santimetr, metrə də çevirsəm 375 metr bunun enidir.
Mənə deyir, bağın eni neçə metrdir? Tapdım 375 metr. Bağın perimetri ilə plandakı perimetri hansı nisbətdədir? Gəlin onu hesablayaq. Birinci bağımızın plandakı perimetrini hesablayaq. 24 plus 15 vur 2. 24'ün üstüne 15 yazsam 39, vursam 2'ye 78 santimetre. Bu plandakıdır. Həqiqi 600 plus 375 vur 2. 975'i de 2'ye vursam 0, 14, 15, 18, 19. Bu da 1950. De bu bağın perimetri, plandakı perimetrin nisbəti, yəni 78'in 1950'ye nisbətini 2'ye bölsək 9 dəfə, 7 dəfə, 975, 2'ye bölsək 30, 9, 3'e bölsəm 10, 3'e bölsəm 325 və 13'ün 325 nisbəti. Bağın sahəsi ilə plandakı sahə hansı nisbətdədir? Bağın perimetri, plandakı perimetri hansı nisbətdədir uşaqlar? Birinci bağın perimetrinin nisbəti istəyibdir. Bağın perimetrinin nisbəti 325'in 13'e nisbəti. Birinci bağın real perimetrinin plandakı perimetri nisbətini istəyibdir. 325'in 13'e nisbəti. İndi gəlin sahələrini tapaq. İndi sahələrinin nisbəti istəyir bizdən. Deməli, bağın sahəsi 24 vur 15. Bu biri də 375 vur 600. Mən bir dəqiqə uşaqlar, biz burada santimetrdir perimetri, burada metrdir. Mən ikinci tapşırığı düzəllə eləmədik. Bir dəqiqə, ikinci təzədən işləyəcək uşaqlar. Vahidlərə fikir verməmişəm mən. Vahidlər bərabər olmalıdır, axı biz onun nisbətlərini eləyə bilək. İndi onda bunları çevirək. Vuraq santimetrə çevirək, sonra metrə çevirək uşaqlar ki, rahatlıqla nisbətini tapaq. 24'ü 15'e vuraq. 0, 10, 12, 24, 360. Bu eləyəcək 360 kvadrat santimetr. Bunu da vursam 0, 0, 0, 42'nin üstüne 3, 45, 4 yadda, altta 3'ün 18, üstüne de 4, 22. Bu kvadrat metrdir. Uşaqlar, bu kvadrat santimetrdir. Hər hansı birini kvadrat metrə ya da santimetrə çevirək. Gəlin biz bunu çevirək kvadrat metrə. 1, 2, 3, 4. 0,36 kvadrat metr eləyir. Mənə də deyir ki, bağın sahəsi, yəni 225 mini 0,36'ya nisbətini istəyir. Bunu da 3 sıfırı çəkərəm. 225 min yanı 3 dənə 0 böl 36'ya nisbəti. Nisbət dəhşət çox verir uşaqlar. Çünki plandakı sahə, bağın sahəsi plandakı sahədən əlbəttə ki, daha qat-qat böyük olmalıdır. 2'ye bölsəm 18, 2'ye bölsəm 1125, 1, 2, 3, 4, 5 dənə 0 yanında. Yenə 2'ye bölsəm 9'a bölək də uşaqlar, 9'a da tam bölünür. 9'a bölsək 2, 1125'i də 9'a bölsək bir dəfə 9, 22, 2 dəfə 18, 45, 5 dəfə. 125, 1, 2, 3, 4, 5 böl 2'ye. Bu da 2'ye gedər. İxtisar. Bu da eləyər 6, 2, onu da 2'ye 5, 625, yanında 4 tane 0. Böl 1. Eləyədi deməli 6.250.000-in 1'ə nisbəti. Çünki bağın həqiqi sayısı plandaj sayısından qat-qat böyük olmalıydı uşaqlar.
Sadəcə perimetrini də bayaq hesablayanda onu da biz çevirməliydik sahəyə, santimetrə. Sadəcə çevirməmişdik. Gəlin perimetrinə də bir daha baxaq uşaqlar. Perimetrini tapanda 24-ün üstünə 15 gəldik. Vurduq 2-yə. Eləyir 39, 78 santimetr. Burada da 600'ün üstüne 375 gəlib vurduq 2'ye. 975'i 2'ye vursaq 0, 15, 18, 19, 1950 metrdir. Bunu da santıma çevirsən, yani 2 sıfır qoyar. 195 min. İndi mənə deyir ki, bağın perimetri, yəni 195 minin 78'e nisbəti. Bayaq birini santimetr, birini metr olarak yazmışdıq uşaqlar. Orada təmiz cavab səhv olur. 2'ye bölsəm 39, 2'ye bölsəm 9 dəfə 2 18, 7, 5. 97.500. Bunu da 3'e bölsəm 13, 3'e bölsəm 3, 2, 5, yani 2 0. Nisbəti 10. 12 de uşaqlar 11 ilə eynidir, eyni tapşırıqdır demək olar. 13-ə baxaq. Deməli, deyir ki, 13-də otağın həqiqi ölçüləri, yəni otağın uzunluğu 8,4 metrdir. Otağın eni 4,8 metrdir. Döşəmənin plandakı eni 4 cm-dir. Döşəmənin plandakı sahəsini istəyir. Deməli, döşəmənin plandakı eni, belə yazaq da, plandakı eni 4 cm-dirsə, gəlin biz miqyasımıza baxaq. Görək neçə dəfə kiçildirdi. Onda bunu çevirərəm santimetrə, eləyər 480 santimetr. 480-ni bölərəm 4-ə, eləyər 120. Yəni, mənim miqyasım 1/120'dir. Yəni, otağın ölçülərini 120 dəfə kiçildirdi. İndi keçirik. Eni, plandakı eni 4 cm. Sonda plandakı uzunluğu nə qədərdir? 840'ı bölərik 120'yə. Bu deyiliyər 7 dəfə. Onda plandakı uzunluğu da oldu 7 cm. Döşəmənin plandakı sahəsini istəyir. Onda 7'ni də 4'ə vuraram. Eləyir 28 kvadrat santimetr. 14. Miqyasımız verilib uşaqlar bizə 1/500.000. İki məntəq arası məsafə 3,6 santimetrdir. Yəni plandakı ölçüm 3,6 santimetrdir. Məntəqələr arası həqiqi məsafəni tapın. Həqiqi məsafəni necə tapırıq? Plandakı məsafəni vururuq miqyasa. 1, 2, 3, 4, 5. 3,6'nı 5'e vursaq, bir dənə buradan 0'ı silək uşaqlar. 36'nı 5'e vursaq 0, 180, yəni 4 dənə 0. Aha, bu santimetrdir və bunu çevirək kilometrə. 5 dənə 0 silsən 18 kilometr. Bu məsafənin sürəti 9 kilometr olan velosipedçi nə qədər vaxta gedər? Vaxtımı da istəsəm, getdiyim məsafəni bölərəm sürətə, eləyər 2 saat. On 15. Miqyası 1/200 olan planda bostanın uzunluğu 30 cm, eni 24 cm-dir. Miqyası 1/150 olan planda bu bostanın uzunluğu və eni nə qədər olar? Deməli, miqyas 1/200-dürsə, onun həqiqi uzunluğunu tapaq. Onda 200'ü vuraq 30'a. 6000 santim, yəni 60 metr. Həqiqi enini də tapaq. 200'ü vuraq 24'ə. Bu deyiləsin 4800 santimetr, yəni 48 metr. Deyir, miqyası 1/150 olan planda bu bostanın uzunluğu və eni
nə qədər olar? Plandakı uzunluğunu indi tapaq. Amma 1/150 miqyasa uyğun tapırıq. Plandakı uzunluq nə qədərdir həqiqi uzunluq? 60 metr, yəni 6000 santimetri böləcəm 150. Sıfırlar gedər. 60 15-ə 4 40 santimdir. Plandakı enini də tapsam, plan həqiqi ölçüsü 48 deyil, yəni 4800 santımı da böləcəm 150. Sıfırlar gedər. 480-i bölək 15 uşaqlar. 2 dəfə 3 dəfə daha doğrusu düşər 45, 30, bu da 2-dir. Eləyər 32 santimetr. Ümumiyyətlə, miqyas çətin dərs deyil uşaqlar. Bir qayda olaraq yadınızda saxlamalısınız. Həqiqi məsafəni tapanda miqyası plana vururam. Planı tapanda həqiqi məsafəni miqyasa bölürəm. Miqyas da tapanda həqiqi məsafəni plandakı məsafəyə bölürəm. Bəs 3 qayda ilə bütün miqyas məsələlərini həll etmək olur. Yazıq buğda səpininin 1 hektar sahəyə norması 0,24 tondur. Miqyası 1/100.000, yəni 100.000 dəfə kiçildiblər. Olan planda bu yerin ölçüləri, yəni plandakı ölçüsü 12 cm və 9 cm olan düzbucaqlı forması. Bu əkin sahəsinin həqiqi ölçülərini tapın. Həqiqi uzunluğunu tapsam, 12-ni vuraram 100.000-ə. 1, 2, 3, 4, 5 santim. Kilometrə çevirsəm 12 kilometr. Həqiqi enini tapsam 9-u vuraram 100.000-ə. 900.000 santim. Yəni 9 kilometr. Deyir, bu yerə səpmək üçün nə qədər buğda lazımdır? Həqiqi sahəni tapaq. 12-ni vuraq 9-a. Eləyər 8. 108 kvadrat kilometr. Məndən hektar verib. Hektara çevirsəm eləyər 10.800 hektar. Məsələ mənə deyir ki, 1 hektara mənə lazımdır 0,24 ton. Onda 10.800 hektara nə qədər lazımdır? 10.800-ü də vuraq 0,24. Sıfırları yadda saxlayaq. 432, 216. 2, 9, 5, 2, 2 sıfırı qoyaq yanına. Vergüdən sonra 2 ədəd olduğu üçün silək. Deməli, bizə 2592 ton buğda lazımdır. Uşaqlar, miqyas məsələləri bu qədər. Hansısa tapşırığın həllində problem yaranarsa, şərh bölməsində qeyd etməyi unutmayın. Kanala abunə olub şərh yazmağı da unutmayın uşaqlar. Sağ olun.